Biz əyani təhsil ümumiyyətlə nəticə vermiş və sınanmış bir yoldur. Bu günə kimi əyani təhsildən istifadə olunub bizim ölkədə və bir çox ölkələrdə. Hal-hazırda texnologiyanın inkişafı ilə və xüsusən də karantinin başlaması ilə kütləvi şəkildə onlayn təhsilə axın başladı. Əyani təhsilin müsbət tərəfləri çoxdur. Əyani təhsildə mənfi cəhət odur ki, vaxt itkisi baş verir. Misal üçün mən dərs üçün universitetə gedib gəlməyim yolda itirdiyim vaxt 3 saata bərabər olurdu. Bəzilərinin indi yolu yaxın ola bilər, bəzilərinin uzaq ola bilər və yaxud da ki, mən hər hansı bir xarici ölkədə olan seminara qoşulmaq istəyirəm, təlimə qoşulmaq istəyirəm və yaxud da ki, mən oradakı universitetlərdən dərs almaq istəyirəm. Ora getmək hal-hazırda şərait olmadığı üçün onlayn təhsil mənim üçün ən yaxşı seçimdir. Bu cəhətdən onlayn təhsilin müsbət tərəfləri var. Mənfi tərəfləri onlayn təhsildə odur ki, üzbəüz təmas, üzbəüz görüş olmadığı üçün bir çox şagirdlər həm tənbəlləşə bilir, evdən çıxmırlar, asosiallaşa bilirlər, həm də ki, bilmədikləri mövzuda cavab vermə məcburiyyətində qalanda neyirlər köçürtməyə atırlar. İndi gələcəkdə və texnologiyanın inkişafı ilə bərabər deyərdim ki, hər ikisi paralel şəkildə getsə yaxşı olar. Məsələn, ölkədə 1000 dənə məktəb varsa, onun 500-ü əyani təhsildə, 500-ü onlayn təhsildə olması və şagirdin öz seçimi üzərinə yönləndirilərək onlayn yoxsa əyani təhsillə məşğul olması məncə çox daha gözəl olardı.